Hər şey bu tarixdən, bu məkandan, Tovuzdan, Tovuz döyüşlərindən başladı. 2020-ci ilin iyul ayı, günorta saatları. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tovuz rayonundakı mövqelərini artilleriya vurğularından atəşə tutur. Təkcə hərbi mövqelər, hərbiçilər deyil, Tovuzun Ağdam, Əlibəyli kəndləri, mülki şəxslər də hədəf seçilir. Ağdam kəndinin 76 yaşlı sakini düşmən gülləsinin qurbanı olur. Ümumilikdə bir neçə gün davam edən Tovuz döyüşlərində biri general olmaqla 12 hərbi qulluqçumuz, bir dinc sakin şəhid olur. Döyüş zamanı general mayor Həşimov Polad qəhrəmancasına ön xəttə şəhid olmuşdu. Ermənistanın növbəti təhribatının qarşısı qətiyyətlə alınmışdır. Adekvat cavab verilmişdir. Həlak olan hərbiçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq. Səbir kasası daşdı, cəmaət küçələrə axışdı. Hər yerdə orduya dəstək aksiyaları keçirildi. Ali Baş Komandana səfərbərlik üçün çağırışlar edildi. Qarabağ şüarı bütün ölkənin səmasını titrətdi. Xalq bir yumruq kimi birləşdi. Qisas gecikmədi. Tovuz döyüşləri bir dönüş nöqtəsi oldu. Bu artıq susmayacağımızın, illərlə yığılan qürurun, ağrının, hiddətin partlayış nöqtəsi, həm də gözlənilən səhər idi. Səngərdə əskər, evdə ana, məktəbdə uşaq. Hamı bilirdi ki, Vətən müharibəsinin ilk səhifəsi yazılır. İlin sentyabrın 27-si. Sükut pozuldu. 44 gün davam edən Xalq Savaşı başladı. Əməliyyatlara şəxsən rəhbərlik edən Ali Baş Komandan İlham Əliyev səhər saatlarında xalqa müraciət etdi. Bugün səhər Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi ateşə tutmuşdur. Dönüş istiqamətinə ilerlə! Ermənistan işğalçı dövlətdir və bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Tərtərin digər kəndləri Şəhər mərkəzini atış altında saxlayırlar. Məndə olan məlumata görə hərbiçilər arasında itkilərimiz var. Düşmənin canlı qüvvəsinə, hərbi texnikasına böyük ziyan vurulmuşdur. ilin 27 sentyabrı. O gün Azərbaycan tarixi bir daha yazıldı. Xalq ayağa qalxdı. 44 gün davam edən Xalq Savaşı başladı. Bu sadəcə müharibə deyil, bir millətin dirçəlişi idi. Dövlət və xalq bir yerdə idi. Azərbaycan ordusu güclənirdi, qələbəyə inanırdı. 27 sentyabr 2020-ci il ilk güllənin səsi təkcə cəbhədə deyil,
hər bir evdə eşidildi. Vətən çağırdı, oğullar ayağa qalxdı. Bu sadəcə müharibə deyildi. Bu, vətənə dönmək üçün bir xalqın dirənişi idi. Bu, zəfər yoluydu. Əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan ordusunu təbrik edirəm. Sentyabr 2020-ci ildə düşmənin əks hücumun qarşısının alınması üçün ilk döyüşlərimiz bizim Murovdağ istiqamətindən başlandı. Artıq 3 gündən sonra, döyüşlərdən sonra döyüş taktikasını dəyişilərək Cəbrayıl istiqamətində biz hücuma keçdik. Düşmənin canlı qüvvəsini məhv edərək oradan ayın 4-də oktyabrın Cəbrayıl şəhəri düşməndən azad olundu. Növbəti Füzuli istiqamətində döyüşlərə başlandı. Füzuli istiqamətində ən ağır döyüşlərimiz demək olar ki, 12 günə yaxın orada döyüşlərimiz getdi. Bizim üçün əhəmiyyətli yüksəklik idi, məngənətə yüksəklik. Çünki oranı götürəndən sonra bax, gördüyümüz ərazi bizim nəzarətə keçdi. Çünki ən önəmli Füzuli şəhərinin alınmasında ilk növbədə buranı götürməliydik ki, bizim döyüş yoldaşlarımız Füzuli şəhərində arama-tarama etsinlər. Çünki biz bura gələndə düşmənin briqadası buradan çıxmamışdı. Hətta qalmışdı mühasirədə. Düşmən çalışırdı ki, bu yüksəkliyi əldə eləsin. Artıq biz götürmüşük və onlar şokdaydı. Belə şokdaydı ki, biz artıq 30 kilometr düşmən arxasına keçmişik. Hücum əmri verildikdən sonra şəxsi heyət buranı necə deyirlər, normativə sığmadı, hücum əməliyyatını icra etdi. Həmən vaxt düşmənin bir canlı qüvvəsi, bir bölükdən, hətta bölükdən də çox burada bir canlı qüvvəsi vardı. Hətta bax, o gördüyümüz o dağ ki var, həmən oradan onlara aktiv təminat gəlirdi. Bu zaman bizim arxa təminatımızdan artilleriya vasitələrinə düşmən həmən o nöqtələr gördük, o yamazlar ki var. Hələ onun müəyyən hissənin yanıqlar da orada qalıb. O bizim artilleriya vasitəsindən onlar tutulmağa nail oldular. Bu zaman bölməyə, bax bu həmlə xəttinə, bizim özümüzün həmlə xəttində çatdıqdan sonra düşmənin tam mühasirəsi yarıldı. Həmən bu kənd, gördüyünüz bu Qaraxanbəyli kəndi tam o sol cinah, çayın o sol cinahından tutmuş, bax bu istiqamətə qədər gördüyünüz bu kənd tam bizim təyinatların nəzarətinə keçdi. Hazırki məlumata görə cəbhənin Füzuli Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Gərvənd, Kənd Qaradiz, Yuxarı Abdurrahmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilir. Qaraxanbəyli azad olunandan sonra digər kəndlərin azad olunmasına başlandı və son Füzulinin Ağbulaq kəndində orada düşmənin çoxlu canlı qüvvəsi var idi, yerləşmişdi. Hansı ki, hardasa bir 2 briqadaya yaxın düşmənin canlı qüvvəsi yerləşirdi orada və həmin briqadanın zərərsizləşdirilməsi üçün bizim demək olar ki, şəxsi heyət baxmayaraq ki, onlardan sayca az idik, amma düşmənin demək olar 2 briqadası həmin istiqamətdə tam məhv olundu. Azərbaycan ordusu hər gün irəliləyirdi. Hər gün bir kənd, bir dağ, bir yol azad olunurdu.
Hər azad edilən kənd, hər bayraq sancılan yüksəklik zəfər yolunun bir addımı idi. Azərbaycan ordusu irəliləyirdi. Düşmən torpaqlarımızdan qovulduqca torpaq nəfəs alırdı. İnşallah Allah'ınızda qalib gələr. İnşallah şuralar. Ömrəm sizə hamı olsun. Saçla. Sada. Mən bir cərrah olaraq, həkim olaraq həm 44 günlük vətən müharibəsində, həm antiterror əməliyyatlarında yüksək səviyyədə iştirak eləmişəm və bu döyüşlərin qanlı qadalı yollarını əsgərlərimizlə demək olar ki, bir yerdə keçmişəm. Gələn yaralılar əsgərlərimizin əksəriyyəti özünün yox, daha çox əsgər yoldaşını kömək eləməsini istəyirdilər. Həqiqətən də bütün əsgərlərimiz qəhrəman idi. Öz komandirləri əskəri yaralanmasın deyə sinəsini güllərin qarşısına atan komutanları mən şahid olmuşam. Elə bir yaralılar olurdu ki, deyək ki, o əslində bir 15-20 gün, bəlkə də bir ay müddətində arxa cəbhədə, deyək ki, Bakı şəhərində ya Gəncə şəhərində müalicəsi davam eləməsi daha məqsəd uyğun sayılırdı. Amma onların vətən sevgisi, döyüş yoldaşlarını tək buraxmamaq, içərisindən keçən o igidlik, cəngavərlik, qəhrəmanlıq ona imkan vermirdi və onlar təkrar döyüş bölgəsinə qayıtmağı və özdə ən tez zamanda qayıtmağı istəyirdilər və böyük əksəriyyəti də təkrar döyüşə qayıdırdı. Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə bir nömrəli xüsusi təyinatlı qüvvələrin üzərinə qoyulmuş tapşırıq Şuşa şəhərinə ağır artilleriya, aviasiya atəşlərindən atılmaması, şəhərə giriş Şuşanın Xankəndi istiqamətindən və Şuşanın Laçın istiqamətindən 3 briqada ilə hücum olmuşdu həmən istiqamətdən. Noyabr ayının 1-də Şuşa istiqamətinə sızma əməliyyatına başladıq. Hansı ki, gördüyünüz bu dağların arxa tərəfindən ilkin başlayaraq istiqamətimizi dağlarla yeriyərək və gəlib həmin bu Laçın koridoruna qədər sızma əməliyyatını yerinə yetirmiş. Düşmən təyinatlı qüvvələrin şəhərin içində olduğunu tam hiss eləmirdilər. Bu zaman şəhər daxili döyüşlər başladı. Çünki düşmən bizim ordunun və xüsusi təyinatlı qüvvələri Xankəndi istiqamətində gözləyirdi. Amma dərin planlama nəticəsində alladıcı manevrla biz Şuşaya, Laçın və Xankəndi istiqamətinin cənubundan bizim qoşunlarımız daxil oldu. Şəhərçi döyüşlər başladı və orada ağır döyüşlərin nəticəsində Xankəndi istiqamətindən düşmən şəhərə daxil olmaq istəyirdi. Xıda düzünün sol ətrafından o hər kəsin bildiyi kimi bu istiqamətdə, həmən istiqamətdən isə xırda qruplar həmən o qayalara dırmanaraq şəhərə daxil olmanı icra etdilər. Deməli, Şuşa dağların qalxırıq. Şəxsiyyət hamısı hiss olunur ki, yorğundur. Təsəvvür edin ki, hər hərbi qulluqçunun üzərində 50 kiloya yaxın yük var. Ona baxmayaraq hamı Şuşa arzusu ilə, hamı bilir ki, Şuşaya gedirik. Ondan sonra yəni Laçın koridoruna çıxdıqdan sonra düşmən dronların köməyi ilə artilleriyası həmin yolu vururdu və biz İsa Bulağı istiqamətindəki meşəyə sızma əməl eləyərək hücumu oradan davam etdirdik. Və hücumu oradan davam etdirərək artıq deməli İsa Bulağından döyüş gedərkən biz o Şuşa yazısını görürdük. İnanırsınız, həmin o Şuşa yazısını gördükdə
adama elə bir ruh gəlirdi ki, istər yaralısından tutmuş, istər sağlam hərbi qulluqçusuna qədər. Hamı istəyirdi ki, Şuşanın ayaqları Şuşaya dəysin. Şuşanı almışıq. Yeter lazım. Rigidlər. Allah sizi qorusun. Abi. Eşk olsun acaba. Buna danış. Ben danışmayacağım kardeşim. Danış daha kardeşim. Maman sen misin? Hayır, mama. Mama bizimle. Karabağ bizimdir, Karabağ Azerbaycan. Biz, Qarabağ bizimle. Bütün şəhidlərimizin şanı şərəfinə Şuşa şəhərinin 30 ildən sonra bayramı sancılır. Qarabağ Azərbaycandır. Ayın 8-ci günü Şuşa şəhəri tam nəzarətə götürüldükdən sonra yuxarı komandanlığa və Cənab Ali Başkomandanlığa məruzə olundu. Məruzə olunduqdan sonra Cənab Ali Başkomandan hər bir kəsin, ki mən daxil, qürurla andığımız Şəhidlər Xiyabanında Şuşanın azadlığın xalqımıza elan etdi. Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad olundu. Ali Başkomandan İlham Əliyev bir qədər əvvəl xalqa müraciət edir. Möhtəşəm qələbə xəbərini çatdırdı. Biz indi Şuşadayıq. 28 il düşmən tapdağında olan Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın ürəyi olan Şuşada. Bu müqəddəs şəhər 2020-ci ildə qəhrəman oğullarımızın canı və qanı bahasına azad olundu. Şuşanın azad olunması tək bir qələbə deyildi. Bu, xalqımızın inamı, iradəsi və dünyaya göstərdiyi birliyin zəfəri idi. Şuşa artıq indi də Azərbaycanın qüdrət qalasıdır. Şuşa yalnız bir şəhər deyil, o Qarabağın qəlbidir. Onu azad etməklə biz bütün Qarabağa nəfəs verdik. Azərbaycan tarixinə zəfər günü kimi düşən 8 noyabr günü illərdir gözlənilən müjdənin səsi idi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı. Noyabrın 9-da Azərbaycan ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi. Düçar olduqları ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiyaya imza atmağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üç tərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin bəyanata uyğun olaraq Ermənistan noyabrın 20-sində Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Zəfər yalnız bir dövlətin gücü deyil, bir xalqın birliyinin inamının nəticəsi idi. Zəfərin qiyməti böyük idi. Vətən müharibəsində qələbə xalqımızın igid övladlarının qanı, canı bahasına qazanıldı. Minlərlə qəhrəman şəhidlik zirvəsinə ucaldı. Onlar qayıtmadılar, amma torpağı qaytardılar. Hər şəhid bir hekayə, bir ömür, bir vətən sevgisi idi. Vətən müharibəsinin 44 günlüyündə oğlum şəhid oldu. Talış istiqamətində getdilər. Talışın girəcəyində o videolar da var. Orada çığırır ki, biz qəhrəman olacaq, bütün buradakılar. Qürur duyuram. Yəni vətən uğrunda gedirdi. İtki pis şeydir, bala itkisi. Ancaq başuca gəzdirəm.
Müharibədən sonraki dönəmdə Azərbaycan ordusunun separatçılara, təxribatçılara qarşı həyata keçirdiyi Fərrux qisas əməliyyatlarında əldə etdiyimiz uğurları həzm edə bilməyən düşmən mənfur xislətindən yenə də əl çəkmədi. ...2023-cü ilin sentyabr ayının 19-da erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli Füzuli Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı minaya düşərək həlak oldu. Dərhal hadisə yerinə yollanan Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu digər nəqliyyat vasitəsi də terrorçuların bastırdığı digər minanın qurbanı oldu. Nəticədə nəqliyyat vasitəsində olan 4 polis əməkdaşı hadisə yerində həyatını itirdi. İçərisində də mənim əyləşdiyim nəqliyyat vasitəmiz Xocavənd istiqamətində erməni separatçılar tərəfindən bastırılmış minaya düşərək nəqliyyat vasitəmiz qəzaya uğradı. Daha sonra hadisə yerində 8 nəfər polis əməkdaşı qəhrəmancasına şəhid oldu və bir neçə polis əməkdaşı da mənimlə birgə yaralanmış və Bakı şəhərinə, Daxili İşlər Nazirliyinin hospitalına təcili təxliyə olundu. Bir gündə bir-birinin ardınca 2 minanın partlaması Azərbaycanın səbr kasasını daşdırdı və torpaqlarımızda diversiya fəaliyyəti göstərən separatçılara qarşı lokal xarakterli antiterror tədbirlərinə başlandı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və digər qoşun növləri də birgə Ağdərə, Şuşa, Xocavənd istiqamətində qoşun növləri lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi üçün hərəkətə keçdi. Eyni zamanda da Daxili İşlər Nazirliyinin əlaqədar çevik polis alayı ərazi üzrə göstərişləri yerinə yetirmiş və bir neçə istiqamətdən Xankəndi şəhərinə də hərəkətə keçildi. Daha sonra ərazidəki erməni separatçıları Xankəndi şəhəri və digər yaşayış məntəqələri erməni separatçılarından təmizlənildi. Arxadan girin posta. Tez mənə dəstəyəcək, tez mənə dəstəyəcək. Solu qoy, solu qoy. Solu canım bura. Bura yaralmış sayda. Gəlin. ...23 saat 43 dəqiqə kifayət etdi. Bir sutkadan az müddət ərzində düşmən aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da suverenliyimiz, ərazi bütövlüyümüz tam bərpa edildi. Torpaqlarımızda separatizmin kökü kəsildi. Bugün tarixi bir gündür. Bugün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır. Gözlədiyimiz gün gəldi. Bu torpaq bizi gözlədi. Biz ona söz verdik, dönəcəyik və döndük. Bu torpaqlara artıq həyat qayıdır. Qarabağda yenidən gül açır.
Torpaq uzun illərdir həsrətində olduğu doğma sakinlərinin səsini eşidir. Evlər tikilir, Qarabağ yenidən qurulur. Qarabağ'a hoş gəlmişsiniz. İndi biz Ballıcadayıq. Şükürlər olsun bu günə. Biz burada öz torpağımızda həm quruculuq, həm yaradıcılıq, həm əkinçilik bütün dövlətimizin dəstəyi ilə kəndimizdə burada aparılan həm tikinti, təmir işləri, həm insanların rifahı üçün lazım olan əhəmiyyətli yaşayışımıza bizim lazım olan qazdır, sudur, işıqdır, təminatdır, dövlət tərəfindən təmin olunubdur. Çox şükür Allaha. Bizə torpaqların sertifikatı verilib. Biz əkinçiliklə məşğul olacağıq inşallah. Buna görə biz minnətdarıq həm dövlətimizə, o insanların ki, gəlib burada bizə hər sahədə kömək eləyirlər. Onların hər birinin burada əziyyəti var. Hər birindən Allah razı olsun. Başda dövlətimiz və dövlətimizin başçısı olmaq şərti ilə. Cəmi bir neçə il əvvəl bu torpaqlar dağıntılar içində idi. Ev yox, məktəb yox, həyat yox idi. Amma bugün hər şey dəyişir. Azərbaycan dövləti işğaldan azad etdiyi şəhərlərdə, qəsəbələrdə, kəndlərdə geniş miqyaslı bərpa və quruculuq işləri aparır. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları tikinti meydançasına çevrilir. Yeni yollar çəkilir, evlər tikilir, məktəblərin qapıları açılır. Bir vaxtlar xarabalığa çevrilmiş yurt yerləri indi həyatla, işıqla dolur. Bura yalnız torpaq deyil, bura şəhid qanı ilə yoğrulmuş vətən torpağıdır. Torpağın gerçək sahibləri qayıdır. Onların çoxu bu torpağı yalnız fotolarda görmüşdülər. İndi isə onlar buradadılar. Bir zamanlar xatirələrdə yaşayan, indi isə ayaqla basılan vətəndədirlər. Bir millət yerindən qoparılsa da ruhundan qopmadı. Və bugün o millət yenidən yurt yerindədir. Biz buradayıq, biz döndük və bu dəfə əbədi. 1952-ci ildə bu şəhərdə anadan olmuşam. 88-in sentyabr ayında buradan köçkün düşdük. O da zor gücünə çıxmırdı. Rusiyanın 66-cı polku buradaydı. Onlar yığdı maşına, elə bil ki, mal heyvan yığırlar. Buradan çıxdıq. Burada olanda bizə elə əzab verirdilər, mənəvi əzab. Bilirsiniz, mağazadan gedib çörək almağa gedə bilmirdik. Təhqir eləyirdilər. Hər cür təhqir. Bir gecədə 11 dənə evi yandıdılar. Bir gecədə. Burada 35 yaşında getdim. 72 yaşında gəldim bura. Belə baxıram, o qədər nə hisslər keçirəm, təsəvvür eləyin. Hər şey yaddan çıxmışdı. Elə divarlara əlimi vura. Divarlarla danışırdım. Gəlmişik. Şükür bugünə. Dövlətimizin apardığı siyasətin nəticəsində, ordumuzun sücayəti nəticəsində biz qayıtdıq torpaqlarımıza. Necə ki, bir zamanlar mən yazmışdım ki, Qarabağ haqqında çox şey demək, çox söz demək olar, amma mən elə fürsətdən istifadə edib o şeirin bir kəlməsini demək istəyirəm. Dünya bu zəfərə özü mat qalıb.
Əyrisi lal olub, yüzü mat qalıb. Əbədi silinməz bir hikmət qalıb. Azərbaycandır deyən sözüm Qarabağ. Sənə qurban olum, özüm Qarabağ. Şükürlər olsun bu günə. 7-24 Xankəndi şəhərində Xankəndi polisi əhalinin təhlükəsizliyini təmin edir, asayişin keşiyində durur. 2020-ci il sentyabrın 27-sinə qədər atılan bütün addımlar, keçilən bütün yollar bizi qələbəyə aparırdı. Ordumuzun böyük qələbəyə doğru irəliləməsi aprel döyüşlərindən, Naxçıvandakı uğurlu günlük əməliyyatından, Tovuz döyüşlərindən keçdi. Tovuz döyüşləri səbrin son damlası və sonraki 44 günlük savaşın başlanğıcı oldu. Tarixin şanlı səhifəsi olan Dəmir Yumruq və Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatı təkcə ordumuzun mübarizəsi deyildi. Ali Baş Komandanın siyasi diplomatik mübarizəsinin, dünya Azərbaycanlılarının həmrəyliyinin, birliyinin nümayişi oldu. Və beləliklə Azərbaycan təkcə öz torpaqlarını deyil, kimliyini, qürurunu, ləyaqətini geri aldı. Zəfər zəngi çalındı. Bugün torpaqlar azad, ruhlar rahatdır. Odur eyli, od nəfəsli diyarı, ocağına can qurban Azərbaycan. Əzizsən də əyilməyən vüqarımsan, uçağına canım qurban Azərbaycan. Savaşlardan alnı açıq çıxan zaman tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalır.